Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Bu gün MIQ və sertifikasiya proqramına sonradan artırılan mövzular var. Hansı ki bu həm MIQ, həm də sertifikasiya proqramında öz əksini tapır. Həmin mövzularla bağlı suallar və o sualların ətraflı izahını sizlərə təqdim edəcəm. Birinci sualımız MIQ və sertifikasiya sonradan əlavə olunmuş onluq kəsirlər bölməsindən bağlıdır. 8-də 11 kəsirinin onluq işarələrinin sayı kəsir hissəsinin min mislinin hansı hissəsini təşkil edir? Mükəmməl bir sualdır və sizin öyrəşdiyiniz sual tiplərindən biraz fərqlənir. Hər imtahanda da bizim qarşımıza çıxan 4-5 dənə yeni sual tipi olur. Ona görə çalışmışam suallarda o fərqliliyi yaradım. 8-də 11 kəsirini biz əvvəlcə qarışıq kəsirə çevirək. 8-də 11 bərabərdir 1,8-də 3. İndi burada onluq işarələri və s. bu sizin üçün yeni anlayış ola bilər. Deməli biz nə edəcəyik? 1,8-də 3 kəsirini əvvəlcə onluq kəsirə çevirəcəyik. Ona görə bu bərabərdir 1 tam qalacaq. 3-də 8-i kənarda sizin üçün bölək. 3-ü 8-ə böləndə 0 tam düşür. 0 dəfə 8 0 qaldı 3 bölünmür. 1 0 qoyuruq bura tam ayırırıq. 30-un içərisində 8 3 dəfə. 3 dəfə 8 24. 30-dan 24-ə çıxanda 6 bölünmür. 1 0 qoyuruq. 68-ə 7 dəfə düşür. 7 dəfə 8-ə 56. 4 bölünmür. 1 0 qoyuruq. 48-ə 5 dəfə 8 40. 0. Deməli 8-də 3 0 tam 1000-də 375 deməkdir. 1 tamımız olduğuna görə də 1 tam 1000-də 375. Müəllim, mən elə 11-i 8-ə böldüm, 1 tam 1000-də 375 aldım. Əla, yaza bilərsən. Bunu orada kalkulator var, onunla da hesablaya bilərsən. Amma sən bunu da bilməlisən ki, bəzən tutaq ki, kalkulator işləmədi, ya nədirsə, sən bu hesablamanı bilməlisən. 1 tam 1000-də 375. Gəlir indi digər anlayış. Onluq işarələrinin sayı. Onluq kəsirlərdə onluq işarələrinin sayı vergüldən sonraki rəqəmlərin sayıdır. Burada vergüldən sonra neçə dənə rəqəm var? 3 dənə. Deməli, onluq işarələrinin sayı bərabər 3. 3 dənədir, çünki 1, 2, 3. 3 dənə olanda 1000-də neçə olur? 2 dənə olanda 100-də neçə olur və s. İndi kəsir hissəsinin min mislinin hansı hissəsini təşkil edir? Kəsir hissəsi neçədir? Kəsir hissəsi burada baxırdığımız kimi 1,8-də 3-ün kəsir hissəsi 8-də 3-dür. İndi 8-də 3-ün min misli vurma deməkdir. 8 8-ə 1, 1008-ə düşür 125. 125 3-ə vurulur 375. Əla. Kəsir hissənin min misli 375-dir. Bizdən isə soruşur ki, onluq işarələrinin sayı, yəni 3, 375-in hansı hissəsidir? Bir ədəd digər ədədin hansı hissəsidir deyəndə birincini sadəcə ikinciyə bölürük. Bunu da ixtisar eləsək, 3-ə 1, 375, 3-ə 125. Deməli, 125-də 1. Sən bu sualı yaza bilirsənsə, sən bu sualı analiz edə bilirsənsə, həm qarışıq kəsir, həm adi kəsir, həm onluq kəsir, həm ədədin hissəsinin tapılması, iki ədədin, bir ədəd digər ədədin hansı hissəsini təşkil edir, bunlarla bağlı bir problemin qalmayacaq. Görün, bir sualda neçə hissəyə toxunduq. Mövzu olaraq onluq kəsirlər. Əla. İkinci sualımız mövzu olaraq fəza fiqurlarıdır. Müəllimlərin yaralı yeri sonradan artırılan bir mövzudur. Kuboidin hündürlüyü uzunluğunun 4də 1 hissəsini, eni isə hündürlüyünün 3də 1 hissəsini təşkil edir. Kuboidin bütün tillərinin cəmi 64 sm olarsa, ən böyük yan üzün sahəsi ən kiçik yan üzün sahəsindən nə qədər çoxdur? Əvvəlcə kuboidi burada çəkək. Bu formada. İndi gəlin baxaq. Buradan baxırıq. Düzbucaqlı parlapiped də gedir bəzi suallarda, bəzi kitablarda kuboid və düzbucaqlı parlapiped eyni anlayışdır. Baxaq. Gəlin şərti olaraq bura yazaq eyni adlandıraq. Bura uzunluq, burada hündürlük. İndi ölçülər fərqli ola bilər. Biz bunu vizual olaraq çəkirik də. Hündürlük. Hündürlük uzunluğun 4də 1 hissəsini. En isə hündürlüyün 3də 1 hissəsini. Mən bunu ikisindən götürüb yaza bilərəm. Heç bir problem yoxdur. Amma artıq biz ədədlərlə işləmişik, kəsirlərlə işləmişik. Daha sadə yollarla işin sonuna çıxmalıyıq. Nəyinsə 4də 1-i, həm də 3də 1-i varsa, ona görə biz digərini 12x götürməkdə faydamız var ki, rahat olsun. Uzunluğu nə götürək o zaman? Uzunluğu 12x götürək. 12x götürək ki, hündürlüyü uzunluğun 4də 1 hissəsi deyəndə 12x-in 4də 1-i rahat 3x alınsın. Onda hündürlük oldu 3x. Əla.
n isə hündürlüyünün 3/1-dir. Gördünüz necə rahat. 3x-in də təzədən 3/1 bərabərdir 1x. Onda burada elədi 1x. Uzunluq məlum, n məlum, hündürlük məlum. Kuboidin bütün tillərin uzunluqları cəmi 64-dür. Gəldik növbəti vacib qaydamıza. Düzbucaqlı paralelipiped və ya kuboiddən danışanda tillərin uzunluqları cəmi düstur belədir. 4 vurulsun a üstəgəl b üstəgəl c. Yəni 4 vurulsun n uzun hündürlük. Burada da 4 vurulsun, tutaq ki uzunluğumuz 12x-dir. N'imiz x-dir, hündürlüyümüz 3x-dir. Bərabər edirik 64-ə. 12, 1, 13, 16, 16'ın 4'ə vuranda 64x bərabər 64, x də bərabər 1. Gətirib yerinə yazsaq, deməli, burada uzunluğumuz 12 dəfə 1, 12 cm eləyəcək. N'imiz 1 cm, hündürlüyümüz 3 dəfə 1, 3 cm. Bizə deyir ki, ən böyük yan üs. Ən böyük təbii ki, bu 12, burada 3. Deməli, bura 3'dür, burada 12'dir. 12 dəfə 3, 36. Ən böyük yan üs 36'dır. Ən kiçik yan üsə bura 1, bura 3. Eləyəcək 3. Yəni, ən böyük buradır. Bu bizə baxan üs. İndi ölçülər uyğun olmaya bilər. Məsələn, hündürlük daha çoxdur. 12 biraz az görsənir. Biz bu şəkili, yenə deyirəm, vizual olaraq çəkmişik. Balaca üz isə bax, buradır. Bu tərəf. 36 3-dən nə qədər çoxdur? 36-dan 3-ü çıxır sənə 33. Doğru cavab gəldi D variantı. Növbəti sualımız faiz məsələsi. Və diqqət eləsək görərik ki, suallarda onluq kəsirlərlə bağlı, məsələn, onluq kəsir, faiz məsələsi də onun tərkibində də məsələ onluq kəsir formasında verilir. Yəni, bunlarla daha çox yer ayırmışam ki, beynimiz bunları vərdiş eləsin. B ədədi A ədədindən 20% çoxdur. B ədədi bərabərdir. A ədədindən 20% çoxdur. A ədədindən 20% çox olmaq nə deməkdir? A-nın üzərinə A-nın 20%-ni gələcəksən. Ədədin də faizini tapmaq üçün ədədi faiz göstərəndə də vurub 100-ə bölürük. Bu o deməkdir. Sadələşdirək. A üstə gələk. Sıfırlar gedir. Onda içində yaza bilərik 0,2A. Bu da bərabərdir 1,2A. Yəni, nəticə olaraq tapdıq ki, B bərabərdir 1,2A. Əla. C ədədinə baxaq. C ədədi A ədədinin 20%-nə bərabərdir. A-nın 20%-ə vurulsun 20 bölünsün 100. Sıfırlar gedər. Bu da bərabər olar 0,2A. Deməli, nəticə olaraq C də 0,2A-ya bərabərdir. Gördüyümüz kimi, biz B və C-ni də A ilə ifadə elədik. İndi bizə verilən, bizdən soruşulana baxırıq. B bölünsün A. B-nin yerində 1,2 durur. 1,2A bölünsün A. Üstə gələk. A olduğu kimi qalır. Çünki biz onsuz da hamısını A-ya gətirmişik. C-nin də qiyməti 0,2A-dır. Bu da bərabərdir. Sadələşdirək. Alar gedər. Burada qalar 1,2A. İndi diqqətli oluruq. 10'da 2 nə deməkdir? 10'da 2. Bu 2, 2'yə 1, 5'də 1 deməkdir də. Bu alar da gedir. Elə bil burada qalır. Üstə gələk. 1 bölünsün 5'də 1. Bu alar gedir. 1,2 qalır daha doğrusu. Bərabərdir. 1,2. Üstə gələk. 1 bölünsün 5'də 1. Bu da bərabərdir. 1,2 üstə gələk. Bu tərsinə yazanda 1'də 5 olacaqdır. Tamı kəsrə bölmək üçün. 1'də 5'də elə 5 deməkdir. Bu da bərabərdir 6,2. Doğru cavabdır. Suallar məqsədli olaraq bu formada seçilir. Çünki son imtahanlarda sualların çətinliyindən daha çox onluq kəsirlərin böyük olması, ədədlərdə hesablanmaların çox olması ön plana çəkilir. Bu da təbii ki, imtahan həyəcanından, stresindən dolayı müəllimlərdə çətinlik yaradır və nəticədə sual səhv olur. Ona görə bu tipli suallarla işləməni çoxaltmaq lazımdır ki, imtahanda çaşmayaq. Növbəti, bu isə mövzu olaraq bu dedik. Faizdir. Baxın, mövzular bir də təkrar edək. Hansı mövzular idi? Birinci mövzumuz onluq kəsir. İkinci mövzumuz fəza. Üçüncü mövzumuz faiz. Dördüncü mövzumuz proqramda yeni adı xüsusi keçən qarışıq ədədlər. Qarışıq ədədlər, qarışıq kəsirlər və onların müqayisəsi belə. Yazılıb. 2x üstə gələk y bərabərdir 5,4-də 1. 2y üstə gələk z bərabərdir 2,2-də 1. 2z üstə gələk x bərabər 1,4-də 1. Qarışıq kəsirlər tam və kəsir hissədən ibarət olan kəsirlərdir. Bunlar tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda 2x, 1x aldıq 3x, üstə gələk 3y, üstə gələk 3z. Bu da bərabərdir. Buradan yazıram 5,4-də 1, üstə gələk 2,2-də 1-i də yazıram 2,4-də 2. Məxrəcini bərabərləşdirdim də 2-də 1-i 4-də 2 kimi yazdım. Üstə gələk 1,4-də 1. Bərabərdir 3, bərabərdir yox, elə buradan yazaq. 3x üstə gələk 3y üstə gələk 3z bərabərdir. Tamlar 1 toplanır.
5, 2, 3, 8. 8 tam 4'te 1, 2, 3, 4. 8 tam 4'te 4. Aha. Buradan 3'ü mötərizə xaricində çıxardıq. X üstəgəl Y üstəgəl Z bərabərdir. 8 tam 4'te 4 nə deməkdir? Ümumiyyətlə tamla kəsirin arasında həmişə gizli bir toplama var və demişik ki, o toplama görsənmir. 8 tam 4'te 1, 8 üstəgəl 4'te 4 deməkdir. 4'te 4'te 1 deməkdir. 8'in üzərinə gələndə 9 eləyəcək. Ümumiyyətlə 7 tam 5'te 5, 8 deməkdir. 6 tam 9'da 9, 7 deməkdir. Bunlarda diqqətli olur. Buradan da x üstəgəl y üstəgəl z bərabər 9'u 3'ə böldük, elədi 3. X üstəgəl y cəmi 3'dür. Amma bizdən digər hissəni soruşur, kəsir hissəsini. Tam ədədin kəsir hissəsi var. Bu 3 tam burada mən 0 yaza bilərəm də nə qədərsə. Yenə də qarışıq kəsir və onluq kəsirin sintezinə aid olan bir sualdır. 3'dən sonra 0'dır. Deməli kəsir hissəmiz nəyə bərabərdir? Kəsir hissəmiz bərabərdir 0'a. Gəldik ədədin bölünəni və bölənlərin sayının tapılması. Bölənlərə baxaq. Ümumiyyətlə müəllimlər, ədədin n natural ədədinin bölündüyü hər bir ədəd onun natural, qalıqsız bölündüyü hər bir ədədə onun natural böləni deyilir. Məsələn, mən 12 ədədinin bölənlərini sizdən soruşsam, deyərsiniz ki, müəllim 1'dir, 2'dir, 3'dür, 4'dür, 6'dır, bir də ədədin özüdür. Ümumiyyətlə, hər bir natural ədəd, ən kiçik natural böləni 1'dir, ən böyük natural böləni özüdür. Amma bunu saydıqda 2, 4, 6. Prinsip olaraq kiçik ədədlərdə bunu hesablaya bilirik. Böyük ədədlərdə biz bunu hesablamaqda indi 300, müəllim onu da tapa bilərəm. 300'ü tapdın, tutaq ki, 5 dəqiqə vaxtın getdi. Daha böyük ədədlər ola bilər. Deməli, nə etmək lazımdır? Qaydanı öyrənmək lazımdır. Və bir şey nəzərinizə çatdırım, diqqətli olun. Bu mövzu ilə bağlı kanalda ədədin bölənləri və bölünənləri yazın, Vüsal Cəlalov yazın. Bir dənə izah çıxacaq. O izaha baxandan sonra 100% o mövzunu başa düşürsünüz. Nə edəcəyik? 300'ü sadə vuruqlarına ayırırıq. 302'yə 150, 2'yə ən kiçik sadə ədəd 2 doğrudan bölə-bölə başlayırıq. 75'ə 3, 25'ə 25 3'ə bölünmür, 5'ə bölünür. 5, 5'ə 1. İndi burada bax 2'dən neçə dənədir? 2. Bunu yazaram 2 üstü 2. 3'dən neçə dənədir? 1'lərin üzərinə heç nə yazmıram. 5'dən də vurulsun 5 üstü 2. Bu qüvvət üsləri var. Bunun hər birini bir vahid artırıb toplayacağıq. 2 üstəgələk 1 vurulsun. Bu 3'ün üstündə 1'dir. 1 üstəgələk 1. Bu 5'in üzərində 2'dir. Yazıram 2 üstəgəl 1. Bu da bərabərdir. 3 vurulsun 2 vurulsun 3. 3 dəfə 2 6 18. Doğru cavab bu. Bu sizi çaşdıra bilər. Hələ bunun düsturu belədir də. A üstü n, B üstü m, C üstü k-dırsa bunun n üstəgəl 1 vurulsun, m üstəgəl 1 vurulsun, k üstəgəl 1. Bu bunun riyazi qaydasıdır. Mən isə bunu bir də biraz sadə dildə ifadə etməyə çalışıram. Deməli müəllimlər, buradakı saylar var ha. Fərqli vuruqların sayının üzərinə bir gəlib bir-birinə vururuq. 2'dən neçə dənədir? 1, 2 yazıram 2 üstəgəl 1. Eyni şey yazmışıq. 3'dən 1 dənədir. Say 1 üstəgəl 1. 5'dən 2 dənədir. 2 üstəgəl 1. Yəni fərqli sayların üzərinə bir gəlib bir-birinə vururuq. Burada da doğru cavab elədi. A variantı. Sağ olun müəllimlər. Sözün əsl mənasında bu izah sizlər üçün xəzinədir. Dayandıra işləyin. Analiz eləyin və kanalımızda kifayət qədər dərslər var. Kanala abunə olub paylaşmağı unutmayın ki, növbəti izahlardan anında xəbəriniz olsun.